Fana ses gəlmiş ki, adi ayran gəlir sadəcə. Buraya götürün. Deməli, ayranla Roltonu yoxladığım bir videom var idi və o videonun şərh bölməsində bir nəfər yazmışdı ki, ayranla fanatı yoxla. Ona görə mən də getdim, ayran və fanat aldım. İndi o ikisini yoxlayacaq, görək dadı necə olacaq. Sözün açığı bu dəfə daha çox ümidliyəm, çünki nanəli ayran və sadə fanat aldım. Keçən dəfəki ayranım adi sadə ayranı idi. Bu dəfəki nanəlidir. Siz dediniz nanəli yoxla, ona görə mən də nanəli aldım. Amma Milla yox idi, Azərsüd aldım. Milla olsaydı Milla alardım, amma Azərsüd var idi. Nəysə. Nəsə söz deyəcəkdim, yadımdan çıxdı. Hə. Bu arada mən səhər yeməyini yeməmişəm və ac qarnına bunu eləyəcəm. Ümid edirəm ki, ürəyim bulanmaz. Kaş birinci səhər yeməyi yeyərdim, amma nəysə. İndi bunu qarışdıraq. Bir də bunu biraz saxlamaq istəyirəm, çünki içindəki fanat biraz yumuşalsın deyə. Biraz qalsın məncə. Bu biraz qalsın. Hardasa 1-2 dəqiqə saxladım. İndi gəlin dadına baxaq. Fana ses gəlmiş ki, adi ayran gəlir sadəcə. Buraya götürün. Bu dəfəkinə puanım 10 üzərindən 5. 10 üzərindən 5 verərəm. 10 üzərindən 5.